vurğulayıb ki, təhsil düşünmək üçün zehnin təlimidir. Zehnimizin fəaliyyəti isə yaradıcı düşüncəmiz və tənqidi analiz bacarığımızdan asılıdır. Əziz həmkarlar, müasir həyatımızı biz texnoloji ixtiralarsız əlbəttə ki, təsəvvür edə bilmirik. Təhsilimiz də rəqəmsallaşan inkişaf sahələrindən biridir və biz də bu inkişafın önündə getməliyik. Elə buna görə də sizə bir sualım olacaq. Zəhmət olmasa öz fikirlərinizi chat bölməsində qeyd edə bilərsiniz. Təhsildə biz süni zəka alətləri ilə nələr edə bilərik? Çox xahiş edirəm, üfüqümüzü geniş tutaq, düşüncələrimizi, ideyalarımızı yazıya tökək və sizdən cavabları gözləyirik. Cavablar gələnə qədər İlahi xanım sizi təqdim edeyim. Bugünkü görüşümüz Rəqəmsal Məktəb platformasının müəllim bölməsində yerləşdirilən süni zəka aləti olan notebook elemə həsr edilib. Yəqin ki, bu platformanın adını orada görmüsünüz. Qonağımız isə Fulbright mübadilə proqram məzunu, 71 nömrəli tam orta ümumi təhsil məktəbinin ingilis dili müəllimi İlahə Quliyevadır. Buyurun İlahə xanım, xoş gəlmisiniz. Buyurun, sizi eşidək. Salam, hər vaxtınız xeyir olsun. Həm Elmira xanımı, həm də dəyərli müəllimlərimizi bugün yay tətillərinin belə xoş məramında ayırıb bizə qoşulduqları üçün təşəkkür edirəm. Var olasınız və zamanı itirmədən Elmira xanım, rica edirəm chat bölməsindəki sualların cavablarını səsləndirəsiniz. Çünki onlar mənim təqdimatım üçün ən böyük motivasiya olacaq. Təşəkkür edirəm İlahi xanım. Deməli, bir müəllimimiz yazıb ki, rəngarəng dərs qura bilərik. Günay xanım qeyd edib hesabat hazırlayıram. Esmira xanım qeyd edib KSG, BSG sınaqları hazırlamaq kimi fikirlər səsləndiriblər. Yəqin ki, digər müəllimlərimiz də yazırlar. Çox maraqlı fikir. Təhlillər. İş vərəqləri hazırlamaq. Çox maraqlı fikirlər var İlahi xanım. Sevindirici haldır ki, müasir dövrümüzdə müəllimlərimiz daim axtarışdadırlar və biz istəmədən belə rəqəmsal dünya ilə, texnologiya ilə ayaqlaşmalı oluruq. Super, əla. Tam da hədəfə vurdular. Çünki mən istədiyim yerdən başlaya biləcəm. Mənə ən xoş gələn hissə oldu ki, bir söz vurğuladınız. Dediniz ki, biz istəməsək belə bu texnologiyalarla ayaqlaşmalı oluruq. Bir çox insanlar söyləyirlər ki, süni zəkanın inkişafı ilə əlaqəli bizim artıq tənqidi analiz bacarığımız, düşüncəmiz, yaradıcı təfəkkürümüz dayanacaq və biz bunlardan istifadə edə bilməyəcəyik. Amma mən heç də bununla razı deyiləm. Və bunu xatırlatmaq istəyirəm ki, əsrlər boyu İstənilən yeni ixtiralar bir mənalı qarşılanmayıb. Və təbii ki, süni zəkanın təhsildə istifadəsi də heç də bir mənalı qarşılanmır. Və Sokratın bir gözəl misalı var, onu söyləmək istərdim. Bilik düzgün istifadə olunanda xeyir, yanlış istifadə olunanda ziyan gətirə bilər. Və mən tələsik olaraq mənim özümü də çox maraqlandıran bir süni zəka alətinə keçid etmək istəyirəm. Çünki bilirəm ki, uzun müddətdir rəqəmsal məktəb platformasında bu süni zəka aləti yerləşdirilib, amma müəllimlərimizin çoxu təəssüf ki, onun səmərəli şəkildə istifadə edə bilmir və bu İKT bacarıqları ilə əlaqəli deyil, sadəcə onu analiz və araşdırmaq lazımdır və istənilən yeni ixtira da mütləq üzərində iş tələb eləyir. Mən öncə Google platformasından rəqəmsal məktəb platformasına keçid edirəm və rəqəmsal internetlə əlaqəlidir bu dəqiqə. Ehtimal ki, mənim internetimdə biraz gecikmələr var. Görsənir Elmira xanım? Hələ ki, yox. Tamam. Yenidən cəhd edirəm. Ekran paylaşıldı mı? Bəli. Tamam, əla. Öncə Google-a keçid edirik və Google-dan araşdırma forması olaraq rəqəmsal məktəb platformasını keçid edərək artıq bizə tanış olan bir səhnə açılır və bu səhnəni dəfələrlə dərs prosesində belə görə bilirik. Giriş hissəsindən müəllimlər üçün nəzərdə tutulan bölməyə keçid edirik və bizə
Yenə deyirəm, tanış olan bir səhnə açılır. Adətən biz daha çox dərs cədvəli hissəsindən, qiymətləndirmədən, şagird siyahısından istifadə edirik. Bugün mən sizə Microsoft və Google kabineti haqqında məlumat açmaq istəyirəm. Çünki bu yeni əlavə olunan hissələrdir. Microsoft kabinetində bizə Copilot, Teams, Microsoft Word, Excel kimi hissələr verilib. Copilot haqqında bizim keçən ikinci görüşümüzdə geniş izah verilmişdi Validə xanım və Elmira xanım tərəfindən. Bugün mən sizə Google kabineti haqqında məlumat vermək istəyirəm. Yenə də təkrarən deyirəm ki, Google Gemini haqqında da keçən ikinci görüşümüzdə geniş izah verilmişdi. Mənim bugün söz açacağım hissə Google Notebook süni zəka alətidir. Öncə ora keçid edirəm və keçid etdikdən sonra mənə bu hissədə bir simgə açılır və mən bu simgədən toxunaraq Notebook elm səhifəsinə keçid edirəm. Amma çox vacib bir hissəni sizə qeyd etməyi özümə borc bilirəm. Əgər bu hissədə şəkil olaraq sizin platformanız, Gmail platformanızın foto şəkli görsənirsə, deməli siz lazım olan hissədə deyilsiniz. Biz öz Gmail'ımızla deyil, sırf uçiz kodumuz və rəqəmsal məktəbdə qeydiyyat keçdiyimiz hesab istifadə adımıza daxil olmalıyıq. Yenidən o hissəyə daxil oluram və mən artıq özümə ayrılan uçiz kodumla məktəb, rəqəmsal məktəb platformasında qeydiyyatdan keçdiyim hesabıma keçid edirəm. Müəyyən bir zaman alır keçid etmək və anında açılır. Əgər fikir verdinizsə, mənim bayaq açdığım səhifə tamamilə fərqli idi. İndi isə sırf mənim milli kurikulumumuza aid olan və dərsliklərimizdən bəhs edən bir bölməm açıldı və burada gördüyünüz hissə sizin doğrudan da həmin ünvanda olduğunuzu izah edir. Əgər bu hissəyə gəldinizsə, bir şeyi də sevinərək və qürur hissi ilə deyə bilərəm ki, mənim bayaq açdığım notebook elm hissəsi pro versiya deyildi. Oradan limitli şəkildə istifadə edə bilərdim, çünki mən o qeydiyyatı Gmail-la etmişdim. Amma indi artıq rəqəmsal məktəbdə qeydiyyatım olan ünvanımla daxil olduğum üçün Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bizə pro versiyanın istifadəsinə imkan yaradır və mən bu hissədə istədiyim kimi bütün hissələrdən istifadə edə biləcəyim. Öncə deyim ki, Notebook elm ingilis dilindən tərcümədə kitabça deməkdir, yaddaş kitabçası və yaddaş kitabçası sizin istənilən dərs və məzmun xətti üzrə araşdırma işinizi təşkil edə bilər. Biz iki yerdən başlaya bilərik. Bir, yenisini yarat hissəsindən, digəri isə üstəgəl hissəsində yeni bloknot yarat, yəni yeni kitabça yarat hissəsindən başlaya bilərik. Üstəgəl hissəsinə toxunan kimi bir yeni səhifə açılır və mən bu yeni səhifədə boşluqda mən 45 dəqiqədə planlaşdırdığım dərsin mövzusunu yazıram və zaman itirməmək üçün öncədən qeyd alıb yaddaşa saxlamışam. İngilis dili müəllimi olduğum üçün fənnimlə əlaqəli bir məzmun xətti yazdım və həmin məzmun xəttini araşdırmağa yönləndirirəm. Notebook elm süni zəka aləti 3 böyük hissədən ibarətdir. Birinci hissəsi mənbələr, ikinci hissəsi chat bölməsi, araşdırma, sorğu və üçüncü hissəsi studiya bölməsidir. Studiya yaradıcılığınızın və fəaliyyətinizin məhsullarını yarada biləcəyiniz yerdir. Nəsə mən araşdırmaya verdiyim mövzu üzrə internetdə mövcud olan bütün kitabxanalardan və ya yerləşdirilən məzmun xətti ilə bağlı bütün mənbələrdən mənə məlumatlar topladı və bu məlumatlar mənim mənbələr hissəmə gəldi. Mən onu import edərək, yəni yükləyərək lazım olan bölməyə yerləşdirirəm və yerləşdirdiyim zaman mövcud bütün mənbələr bura gəlir. Əgər mən istəyirəmsə, bütün mənbələri istifadə edirəm, istəmirəmsə, sadəcə müəyyən bölmələri klikləyərək o mənbələri azalda və ya konkretləşdirə bilərəm. Əgər sizin mənbələrin içərisində nida işarəsi verilən, bax bu cür bir şey görsənərsə, bu həmin mənbənin faktda qismən əlaqəsi olduğunu və ya yüklənmədiyinə dəlalət edir. Sadəcə 3 nöqtə hissəsindən həmin mənbəni mənbələr içərisindən çıxarda bilərəm.
Yəni, bir sözlə, burada olan mənbələrin idarəsi tam müəllimin öhdəsindədir. Gəldim ikinci hissəyə, chat bölməsində. Əgər buradakı mənbələrlə yanaşı, siz hər hansı bir dəqiqliyi əmr vermək istəyirsinizsə, chat bölməsində, məsələn, 5-ci sinifin səviyyəsində indiki sadə zaman məzmununa yaxın məlumat tap və ya 2-1-1 standartına uyğun meyarları yarat kimi əmrlər verə bilərsiniz. Mən bugün ondan istifadə etməyəcəm. Mənə yetərlidir burada olan mənbələr və chatın mənə verdiyi mənbə. Ona görə də studiya bölməsinə keçid edirəm və studiya bölməsində qarşımıza müxtəlif rəngli bölmələr açılır. Və bu bölmələr çox geniş şəkildə spektrli sizə məhsullar təqdim edə bilir. Birinci hissəmiz audio icmaldır. Audio icmal son zamanlar çox dəbə düşən podkast deməkdir. Yəni 2 nəfər aparıcı və təqdimatçı bir-biri ilə mövzu barəsində debat aparır və o qədər maraqlı debat olur ki, siz sadəcə iş görə-görə, zamanınıza qənaət edə-edə, qulağınızda qulaqçıq, həmin o debatı dinləyərək məzmunla daha yaxından tanış ola bilirsiniz. İkinci hissə video icmaldır. Yəni, mənim sorğuya verdiyim məzmun xətti üzrə bir video hazırlayır və o videonu çox rəngarəng şəkildə təsvir edir. Bölmələri irəliləməzdən qabaq Elmira xanıma ani bir yönəlmə etmək istərdim. Elmira xanım, mən bildirəm, siz notebook eləmi çox profesional şəkildə istifadə edirsiniz və məncə də yanılmıram. Siz yəni bu bölmələr içərisində, dərs prosesinizdə hansı hissələrdə istifadə edirsiniz və mənə çox maraqlıdır ki, siz məhz nələrdən istifadə edirsiniz? Təşəkkür edirəm sualınıza görə İlahi xanım. Bəli, mənim bu süni intellekt alətləri içərisində ən bəyəndiyim alətlərdən biri də notebook elimdir. Çünki mənim vaxtımı doğrudan da çox səmərəli istifadə etməyim üçün mənə çox böyük dəstək göstərir. Mən adətən sinifdə məsələn summativ nəticələrini və yaxud da monitoring nəticələrini çox rahatlıqla təhlil edirəm və o təhlili rəngarəng şəkildə mənə təqdim eləyir. Onun içərisində uşaqların siyahısı olur və yaxud da orada ilk üçlüyü göstərə bilir, risk qrupuna aid olan şagirdləri göstərə bilir. Yəni, mən nə istəyirəmsə onu mənə çox mükəmməl şəkildə təqdim edir. Həmçinin həyat bilgisi dərslərində kitabı yükləyirəm və istədiyim hissələri seçdikdən sonra o mənə həmin mövzuya aid video icmal hazırlayır, hesabatlardan istifadə edirəm, kvizdən istifadə edirəm. Çox maraqlıdır və müəllimlərə də tövsiyə edirəm ki, diqqətlə dinləsinlər. Əgər bunu bir-iki dəfə istifadə etsəniz, sonra sizdə adət hal olacaq və çox rahat dərslərinizi istəsəz slayd qurarsınız, istəsəz video icmal, audio icmal fərqi yoxdur. Çox yaxşı bir dərs çıxarda bilərsiniz ortaya. Demək ki, yanılmamışam. Öngörücülüyüm doğru çıxdı, yanıltmadı məni. Niyə bunu soruşdum? Çünki bizim hər zaman əlimizin altında müəyyən PDF-lər olur, dərs icmalları olur və hazır material olur. Mən təkcə internetdən yüklənən mənbələri deyil, bizim kompüterimizdə və ya telefonumuzda olan müəyyən PDF və ya Word sənədini belə bura yükləyib ona görə hər hansı bir məhsul tələb eləyə bilərik. Bu zaman bu web hissəsini mənbələrdə sadəcə Google Drive hissəsinə dəyişirik və Google Drive hissəsinə dəyişdiyimiz zaman artıq bizə web internetdən mənbələr deyil, Drive-ımızda, yəni kompüterin yaddaşında olan bütün mənbələri bizə yükləyəcək. Çox sağ olun Elmira xanım, davam eləyək. Biz bir-bir bu məhsullara əmr verərək yaradıcılıq studiyamızda onların hazırlanmasına zaman ayırıq. Bir də təkrar eləyirəm. Öncə mənbələri araşdırdıq. Bizim kitabçamıza mənbələri yüklədik. Sonra mənbələrə dair məlumatı, əgər bizi qane etmirsə, müəyyən əlavələr etdik. Sonra gəldik studiya hissəmizdə yaradıcılığımıza başladıq. Audio icmala toxundum, artıq burada yaranır. Keçirəm indi video icmala. Video icmala toxunduğunuz zaman sizə iki seçim verir.
Siz mövzuyla bağlı bir rəngarəng video hazırlaya bilərsiniz və o videonu uşaqları yormadan ekranda gözəl avatar səsləndirməsi ilə səsləndirə bilərsiniz və özünüzlə bir 2 dəqiqə dincinizi ala bilərsiniz əslində dərsinizin içində. Mən izahlı video deyil, xülasə seçəcəm, çünki qısa bir xülasə istəyirəm. Azərbaycan dilinə keçid edirəm, çünki mən Azərbaycan bölməsində dərs keçirəm və bu hissədən hazırladığınız videonun formasını seçə bilərsiniz. Ola bilər, qədim, keçmiş, nostalji formada videosu olsun, ola bilər hər hansı bir cizgi filmi, rəsm əsəri kimi bir video olsun, ola bilər bu hissədə klassik bir video seçəsiniz. Mən nədənsə həmişə anime formasını çox bəyənirəm və anime ilə də olan filmlər daha çox süni intellektin yaratdığı videolara bənzədiyi üçün uşaqların marağını kəsb eləyir. Və bunu da deməkdən yorulmuram ki, müasir dövrdə şagirdləri təəccübləndirmək heç də asan iş deyil. İndiki uşaqlar bizdən maraqlı, əyləncəli, motivasiya verici, pozitiv dərs istəyir. Və biz əlimizi qolumuzu qatlayıb, oturub dərsdə sadəcə nəzəriyyə yüklənə bilmərik. Biz mütləq uşaqların təəccübünü bir addım irəliləyə biləcək bir mövqedə olmalıyıq. Keçdim 3-cü hissəyə, hesabatlar. Hesabat hissəsi bizə daha çox hər hansı bir dərs hesabatını müdiriyyətə təqdim etdikdə və ya dərsimizdə hər hansı bir yoxlama oturduqda hesabatı təqdim edə bilərik PDF formasında. Toxunacam ki, onu da hazırlasın və bu hissədə belə bir bölmə açılır. Hesabat sizin öz hesabatınızın hər hansı bir yaradıcılığınıza, ideyanıza, dizaynınıza uyğun qurula bilər və ya briefing sənədi ola bilər, yəni çox qısa bir sənəd ola bilər və ya öyrənmə bələdçisi tipində ola bilər, blog postu şəklində ola bilər. Bunlar hamısı fərqli-fərqli dizaynda olan hesabatlardır. Mən sadəcə nümunə üçün blog postunu seçirəm və fikir verdinizsə, studiyamın aşağı hissəsində artıq məhsulların hazırlanması prosesində artım gedir. 4-cü hissədə kvizdir. Kviz sadəcə sorğu hazırlayır, yəni mənim sorğuya əmr verdiyim bu məzmun daxilində şagirdlərə göstərə biləcəyim suallar açıqlanır və cavablar da verilir. Sonra keçid edirəm dərs cədvəlinə. Dərs cədvəli mənim 45 dəqiqəm müddətinə sığa biləcək bir dərs icmalı hazırlayır və mən onun üçün mütləq bax bu boşluğa dərsimin standartını, nəticəsini, 45 dəqiqəni əhatə etməyini hamısını qeyd edirəm və sonra bu hissəyə toxunaraq dərs cədvəli hazırlamalıyam. Əgər promptu düzgün verməsək, növbəti əlavə alınan məhsulumuz düzgün olmur, amma prompt, sorğu, istək, əmr düzgün verilibsə, keçən görüşümüzdə də bu haqda geniş danışılmışdı, aydın şəkildə tələb olunan doğrudursa və məhsulumuz da yerində olacaq. Keçdim bu hissəyə. Bu hissədə 4 bölməmiz var. 4 bölməmizin birincisi slayd dəstidir. Görürsünüz, bu hissədə beta deyilən yazı var. Bu beta yazısı yalnız bu hissədədir və son infoqrafiya hissəsindədir. Bir çox müəllimlər bəlkə də çox istifadə edib, amma bu betanın nə mənaya gəldiyini hələ də bilmirlər. Beta o deməkdir ki, siz gün ərzində, 24 saat ərzində bu bölmələrdən cəmi 3 dəfə istifadə edə bilərsiniz. Baxmayaraq ki, bizim istifadə etdiyimiz notebook Elim Pro versiyadır, yəni professional versiyadır. Bizə 50 dənə gün ərzində kitabça hazırlayıb dərs araşdırması ixtiyarı verilir. Lakin yalnız slide-show və infoqrafiya, yəni poster hazırlama bölməmiz bizə gün ərzində cəmi 3 dəfə istifadə limiti verir. Yenə slide-show-ya da toxunuram. Slide-show-umda başlayır, əmri verirəm, məhsul hazırlanır. Keçirəm zehin xəritəsinə. Burada bölmələrə ayrılır. Belə deyim, addım-ba-addım necə dərsi idarə edəcəyəm deyə xüsusi bölmələr və beyin xəritəsi yaradır. Növbəti hissəmiz öyrədici kartlardır. Biz buna ingilis dilində flash kartlar deyirik. Yəni kartları ekranda göstərərək uşaqlara motivasiya sualları və yaxud sadəcə yönləndirici əmrlər verə bilirik. Növbəti yenə beta versiyadan biridir infoqrafiya. İnfoqrafiya bizə poster hazırlayır. Rəngarəng, xoş görünüşlü, pozitiv bir posterlar hazırlamağa imkan verir. Düşürəm aşağı hissəyə.
və məhsulların sadəcə hazırlandığını sizə göstərmək istəyirəm. Yəni, mən əllərimi istifadə etmədən çox sadə formada əmrlərimi yerləşdirdim və notebook elim mənim istədiyim məhsulları saniyələr içində istifadə edərək yaratmağa başladı. Bu məhsullar içərisində ən çox zaman alan slide show-nun hazırlanmasıdır və video xülasənin hazırlanmasıdır. Ən çoxu 5 dəqiqə, ən azı 2-3 dəqiqə arasında hazırlanır. Mən zaman itirmək istəmirəm. Buradan çıxış edəcəm. Dünən hazırladığım və sizə rahat göstərmək istədiyim bölməyə keçid edəcəyəm. Və fikir verirsinizsə, mən ingilis dili müəllimi olmağıma baxmayaraq, fərqli fənlər üzrə sorğu aparıb müəllimlərdən dəstək almışam və fərqli dərslər üzrə kitabçalar yaratmışam ki, onları da sizə göstərə bilim. Dünən yaratdığım ingilis dili dərsində artıq mənim verdiyim əmrə görə məhsullar hazırdır və mən o məhsulları sadəcə sizə göstərmək istəyirəm. Elmira xanım, görüntüdə bir problemimiz yoxdur. Səsim gəlirmi Xeyr, sizə? yoxdur. Bəli, gəlir. Problem yoxdur. Tamam. Davam eləyə bilərsiniz. Bir də Əla. İlham xanım, üzr istəyirəm. Chat bölməsində bəzi müəllimlərimiz suallar yazıblar. Ona da vaxt ayırarıq. Tamam. Öncə sizə yaranan bir video xülasə haqqında məlumat vermək istəyirəm. Mövzu Salam, həmin mövzudur. başlayaq. Bugün ingilis dilindəki o bezdirici indiki zaman tələlərindən ustalıqla qaçmağı öyrənəcəyik. İndiki zamanlar adamı lap çaşdırır, elə deyil? Siz də danışarkən tez-tez bu qaydaları bir-birinə qarışdırırsınız. Yəqin ki, səsi gəlir video xülasənin. Bəli, eşidilir. Bax, bu cür video dərsi 2 dəqiqədən çox olmayaraq uşaqlara başqa bir səslə izah eləyə bilərsiniz. Bu, uşaqları həm mövzuya fokuslanmağa, həm də daha maraqla baxmağa sövq edə bilər. Bu hissədən çıxış edirəm, digər məhsullara yönləndirmək istəyirəm sizi. Bu da bizim slide show-umuzdur və slide show-unun da açılmasını gözləyirik. Keçid edirəm slide show-ya. Hazır vəziyyətdədir. Dərsim zamanı ekrana verib istifadə edə bilərəm. Bu, sizi hər hansı bir qəfil qonağın qarşısında belə üzü qara çıxartmayacaq və sizin saatlarla oturub hazırladığınız, cümlələri seçdiyiniz, nümunələri qoyduğunuz slide show-unu çox asan bir zamanda 5 dəqiqənin içərisində sizə dərsə, mövzuya dair slaydı da hazırlayıb verəcək. Keçdim digər hissəyə. Bu hissədə artıq podkast hazırlanıb. Təsəvvür et ki, qolun qırılıb, xəstəxanadasan, həkim rentgen çəkir. O, belə qaranlıq kadrın üzərindəki o ağ kəsik xəttə barmağını uzadır və deyir ki, bax, qırıq məhz buradadır. Hər şey çox aydındır da, yəni ağ qaradır, sınmış və ya sınmamış. Amma sonra sən, yəni ingilis dilində danışmağa başlayanda, xüsusən də bu indiki zamanları qurmağa çalışanda, beynin... Yəqin ki, aydın oldu. Bu da səsli mövzu haqqında olan dinləmədir, podkastdır və bu cür istənilən məhsulu sizə göstərmək olar. Bir zaman xəritəsini də sizə göstərmək istəyirəm. Dərsə aid bir zaman xəritəsidir. Sadə indiki zaman nələrə yol açır, sonra nələrə yönlənmək olar, hansı qrammatik qaydalar buradan asılıdır. Yəni, bax, bu cür artıq hazır dərs məhsulu ilə çıxa bilirik öz şagirdlərimizin qarşısına. Elmira xanım, rica edərdim sualları yönləndirərdiniz. Aha. Deməli, Fidan xanım sual verir ki, KSG-ləri hansı formada prompt verib təhlil etdiyinizdə qısa qeyd edərsiniz, zəhmət olmasa. Baş üstə, Fidan xanım. KSG-ləri hazırladığınız zaman daha çox biz Copilot-dan istifadə edirik. Amma notebook elimdə də istifadə etmək olar. Dərsin icmalını yerləşdirirsiniz kompüterin yaddaşından mənbələr hissəsinə və chat bölməsində aydın şəkildə yazırsınız ki, 7-ci sinif səviyyəsində diferensiallaşma qorunmaqla səviyyələr izlənərək KSG, belə deyim də, summativ qiymətləndirmə üçün verilən sualları və cavabları yerləşdir, yarat. Və keçən dəfə görüşdə də Vayda xanım dedi, süni zəkan çox ağıllı bir zəkadır. Ona daha çox nəvazişlə yaxınlaşanda daha düzgün əlaqələndirir bizi.
və xahiş edirəm, rica edirəm kimi kəlmələrə çox tez cavab verir və bizim özümüzə də çox maraqlı gəlir ki, niyə belədir. Amma biraz düzgün səmt verməyəndə, kobud xahiş edəndə hiss eləyirsən ki, müəyyən cavablar bizi qane etmir. Və bir şeyi də vurğulamaq istəyirəm. Deməli, mənim təlimlərim olur süni intellektlə əlaqəli və bu təlimlər həm şagirdlər üçün, həm müəllimlər üçün, həm universitet tələbələri üçün olur. Ən çox aldığım sual budur ki, İlahi xanım, bəs bu da süni zəka alətidir, ChatGPT də süni zəka alətidir, Pi də var, Gemini də var. Bunların arasında fərq nədədir? Fərq ondadır ki, Gemini, GPT, Pi süni zəka aləti sizin üçün faktlara bağlı araşdırma vermir. Siz ona bir sorğu verirsiniz, o sorğunu özündən qismən, belə deyim, təsadüfi cavablara dayanıb verir. Amma Notebook LM elmi hər hansı bir mənbələrə, kitabxanalara, məsələn, sözü gedən Notebook LM alətində milli kurikulumumuz üzrə bütün standartlar, dərsliklər yerləşdirilib və sırf o dərsliklərə, o mənbələrə dayanaraq etibarlı, düzgün mənbədən olan cavab verir və biz şagirdin yanında yanlış olmuruq. İkinci sualı zəhmət olmasa, Emrah xanım. Bir müəllimimiz qeyd edir ki, mən bu funksiyaları telefonda daha az görürəm. Yoxsa necə? Elədir? Elədir, çünki telefon Android sistemidir və Android sisteminin Windows sistemindən fərqi var. Android sistemi istənilən saytı limitli şəkildə göstərir. Vizual olaraq bəzi şöbələr görünməyə bilər. Bu normaldır. Aha, təşəkkür edirəm İlahi xanım. Amma Növbəti çözümü var. Qoyun çözümü də deyim, bir şeyi də öyrətmiş Buyurun. olum. Deməli, telefonda açdığınız zaman yuxarıda 3 nöqtə var. O 3 nöqtə hissədə masaüstü görüntüyə keçə bilərsiniz. Yəni, desktop version deyilən bir hissə var. Əgər siz onu seçirsinizsə, artıq kompüter versiyasını işlətmiş olursunuz. Fidan xanım KSQ testi yox, təhlilini istəyir. Bayaq İlahi xanım qeyd elədi, hesabatlar və yaxud da slayd hissəsinə yazdığınız KSQ-ni Word sənədə yazmısınızsa, kağızdadırsa və yaxud da necəsə, yəni onu bura yüklüyürsünüz, ya hesabat ya da slayd hissəsindən təhlili əldə edə bilərsiniz. Esmira xanım sual verir ki, PDF-i Teams proqramına necə yükləmək? Teams proqramına yox, Notebook eləmək yükləməliyik, səhv etmirəmsə. Yəni ki, Teams sadəcə biz sizin bura hal-hazırda qoşulduğunuz bir platformadır, onlayn sistem üçündür. Yəni onu Notebook eləmək yüklüyürsünüz. Bəli, notebook eləmə əslində kompüterdən yüklüyürük. Kompüterimiza lazımı sənədi yerləşdiririk və notebook eləmdə yəqin ki, müəllimə biraz gec qatılıb, bizim daxil olunma prosesimizi görməyib. Bir də keçid eləyirəm o xanım üçün. Bu hissədə bizim araşdırma hissəmiz var. Bu hissədə seçirsiniz Drive-ı və Drive-a birbaşa burada adını, sənədin adını yazırıq, yüklüyürük. Aydındır, təşəkkür edirik. Kəmalə xanım soruşur ki, rəqəmsal məktəb olmayan məktəbin müəllimləri də platformadan sərbəst istifadə edə bilər, xüsusilə Copilot və bu alətdən. Olar bu suala cavab verim, İlahi xanım. Bilirsiniz ki, rəqəmsal məktəb layihəsi hal-hazırda paytaxt məktəblərində aktivdir. Növbəti tədris ilindən Azərbaycanın böyük şəhərləri üçün də nəzərdə tutulub. Nə vaxt ki, sizin olduğunuz məktəbə rəqəmsal məktəb aktiv ediləcək, onda siz rəqəmsal məktəbin içindən bu alətlərə keçid edə biləcəksiniz. Amma ümumilikdə isə Notebook LM və yaxud da Gemini, Copilot bunların özünün ayrılıqda proqram olaraq istifadə edə bilərsiniz. Sadəcə bu bizdə olan rəqəmsaldan keçid edəndə bizdə Pro versiya açılır. Onu artıq siz özünüz keçid edəndə Pro versiya istəyirsinizsə ödəniş edib almalısınız. Xəyalə Mustafayeva soruşur ki, şəkli PDF-ə çevirmək olur? Şəkli PDF-ə keçirtmək kimi bir təcrübəm yoxdur. Amma məzmun xəttini yazıb, şəkli də yerləşdirib, biraz yön verərək chat bölməsində hər hansı bir nəticəni almaq olar. Düşünürəm ki, şəkli PDF-ə çevirməyi daha çox ChatGPT, Gemini, Copilot alətləri eləyə bilər. Notebook LM-də mən bildiyim qədərilə elə bir funksiya yoxdur. Düzdür. Suallar hələ ki bunlardır, bu qədərdir. İlahi xanım. Suallar üçün təşəkkür edirəm.
və diqqətiniz mənə çox xoşdur, qürur vericidir. Mən burada fənnimlə əlaqəli olmayan, belə deyim, keçid etmək istəyəm. Çünki əziyyət çəkib məktəbimizin müəllimlərindən məzmun xətti almışam və onların içərisində olan bəzi dəyişiklikləri də sizə göstərmək istəyirəm. Çünki tələb olunan məzmun xəttindən asılı olaraq, baxın, nəticənin yoxlanması. Burada PDF yerləşdirilib. PDF yerləşdirdikdən sonra PDF-in daxilində olan məzmun artıq gəlir chat bölməsinə oturur. Və chat bölməsində mənim sadəcə studiyadan istədiyim slide show-dur və riyaziyyatdan aldığım slide show-da 7-ci sinif dərsliyinə uyğun olaraq artıq ingilis dilində mən hər hansı bir dərs. Sual versəz ki, niyə ingilis dilindədir? Mən izah edeyim. Çünki mən slaydı yerləşdirəndə o bölmə ki var idi Azərbaycan dilində, o bölməni seçmədiyim zaman ingilis dilində bu bölmə seçilir. Keçirəm digər hissəyə, məsələn, yer atmosferinin quruluşu. Azərbaycan dilində araşdırma verilib, hissələrində mənbələr sənəd formasında, Word formada yerləşdirilib və aşağı hissədə artıq dərslərin məhsulları var. Bu da o məhsullardan biridir, slide show şəklində və dərslərdə istədiyimi istifadə edə bilirəm. İndi ən vacib hissəyə gəlirəm. Bütün təlimlərdə verilən suallar budur ki, yaranan bu məhsulları necə yükləmək olar? Axı bizim hər zaman texnologiyaya etibar etməyimiz mümkün deyil. Texnologiya elə bir işdir ki, işıq sönə bilər, internet kəsilə bilər, biz hər an bu notebook eləmin içərisində ola bilmərik. Təbii ki, inşallah ki, elə bir şey olmasın, amma çox ani bir anda çıxılmaz bir vəziyyətdə qalmamaq üçün biz bu yaratdığımız məhsulları kompüterimiza, telefonumuza yükləyə bilirik. 3 işarə hissəsindən toxunduğumuz zaman bizə endirin bölməsi gəlir. Bu endirin hissəsinə toxunuruq və endirdiyimiz zaman kompüterin yükləmələri hissəsi, bax görürsünüz burada artıq simgə yanıb sönməyə başladı və mən bu simgəyə toxunduğumuz zaman bütün kompüterime yüklədiyim sənədlər gəlir, keçid eləyir bura. Hər hansı birinin üzərinə toxunsam, məni yüklədiyim sənədə aparacaq. Və ya başqa cürdə yükləyə bilərəm. İstənilən slaydı açıram və slaydı açdığım zaman yenə 3 nöqtə işarəsi görsənir və burada göndər işarəsi var, səsləndir işarəsi var, edit bölməsi var. Slaydın hansısa hissəsi xoşunuza gəlmədi, rəngini bəyənmədiniz, yazısında hər hansı bir hərf səhvi ola bilər, bu bir süni zəka halətidir. İstər istəməz Azərbaycan dili onun yaranma dili deyil, hərf səhvi ola bilər. Edit bölməsinə toxunaraq siz həmin o sizi qane etməyən hissəni düzəliş edə bilərsiniz. 3 nöqtəyə yenə toxunduğum zaman mənə 2 seçim verir. Mən slaydı PDF şəklində də yükləyə bilirəm və PowerPoint təqdimatı şəklində də, yəni slideshow təqdimatı şəklində də yükləyə bilirəm. Yenə yükləmə toxunan kimi gəlir simgə yanıb sönür və həmin məhsul birbaşa kompüterimin yaddaşına, yükləmə hissəsinə keçid edir. Təşəkkür edirəm Suallar İlahi varmı? Bir sual da var, onu da səsləndirək, ondan sonra müsabiqəmizi elan edeyim. Üzrlü sayın qısa olaraq riyaziyyat dərsi üçün notebook elim nə kimi faydalı ola bilir? Dərsə aid bir nümunəyə necə keçirəm? Riyaziyyat dərsində yaratdığım bir keçidə diqqətinizi cəmləmək istəyirəm. Öncə mənbələr hissəsində bayaq dediyim kimi yükləmə edirsiniz. Mən burada artıq PDF forması yükləmişəm. Baxın, bu PDF forması mənim riyaziyyat müəllimindən aldığım məzmun üzrə, mən təbii ki, ingilis dili müəlliməsiyəm, riyaziyyatda o qədər də güclü deyiləm və bu mövzu üzrə nəticənin yoxlanmasını rica etmişəm. PDF-i yükləmişəm, PDF-də olan məzmun o dəqiqə bura yüklənib və mən studiya hissəsindən slide-show tələb etmişəm, düzəltsin. Və slide-show istəmirsinizsə, dönüş edirəm yenə yeni bloknot yarat hissəsinə və açılır. İstənilən məzmunu bura yüklüyorsunuz. KSG ola bilər, summativ qiymətləndirmə, monitoring, test, hər hansı bir dərsin məzmun xətti, dərsin icmalı. Yəni, istənilən sənədi bura yüklüyorsunuz mənbə olaraq. Baxın, görürsünüz, faylı yüklüyün bölmələri var burada.
Yüklədikdən sonra studiya hissəsinə gəlirsiniz. İstənilən məhsulu təkrar olmasın, burada əmr verib yarada bilirsiniz. Edirəm, Təşəkkür cavabım daha edirəm. etdim. Bəli, təşəkkür edirəm Lalə xanım. Bir də video yazını soruşurlar əziz müəllimlər. Video yazı həm bu görüşün chat bölməsinə görüş bitdikdən sonra yerləşdirilir. Həmçinin bir neçə gün sonra görüşün videosu YouTube-a yüklənəcək. Həm dərs 2, həm dərs 3 oradan izləyə bilərsiniz və geri dönüşlərinizi də bizlə əlaqə saxlayıb bildirə bilərsiniz. Buyurun Lalə xanım. Tamam, dərsin sonunda sizi biraz incidəcəm. Düşünmürəm incitməkdir. Öyrətdiklərimin qarşılığını istəyəcəm sizdən. Mənə elə gəlir ki, hamı üçün olmasa da bir çoxlarınız üçün bugünkü təlim və izah çox səmərəli işinizə, fəaliyyətinizə yönümlü olacaq və sizin bir ay müddətində mənim öyrətdiyim dərslərin müqabilində çox düşündük, götür-qoy etdik, hansı sizə daha maraqlı olar. Fənninizdən asılı olmayaraq, istədiyiniz fənnə yönələrək bir dərs nümunəsini slide show şəklində, yəni slide təqdimat şəklində hazırlayırsınız və bizim baxın ekranımızda QR kodumuz var. Birbaşa ekranımıza qoymuşuq ki, sizə rahat olsun və Elmira xanımdan da rica edəcəm. Zəhmət olmasa həm QR kodumuzu, həm də linkimizi chat bölməmizdə paylaşın. Müəllimlər yerləşdirən bu QR-dan Padlet slaydına keçid eləyəcəklər və Padlet tətbiqində, alətində işlərinizi sizdən gözləyəcək bir ay müddətində. İstənilən slayd hazırlaya bilərsiniz. Bir neçə slayddan, çox da uzun-uzadı olmasın, uzağı 5 slayddan ibarət dərsinizin məzmun xəttini, dərsinizi əhatə eləyən bir izah edici, təlimatlandırıcı slayd istəyirik sizdən və slaydlar həm təhsilin sisteminin informasiyalaşdırması idarəsi tərəfindən, həm də bizim kiçik yay məktəbimiz, rəqəmsal yay məktəbimiz kollektivimiz tərəfindən yoxlanılaraq seçilən müəllifləri sertifikatla qiymətləndirəcək və ümid eləyirəm ki, bu sizə həm iş, həm də təcrübə olacaq, öyrəndiyimizin tətbiqi olacaq. Bəli, həm də onlar üçün məncə bu çox gözəl motivasiya olacaq və onu da qeyd eləmək istəyirəm ki, əziz həmkarlar, Padlet linkini sizinlə paylaşdım. Həmçinin bizim arxa fonumuzda burada gördüyünüz, bu tərəfdə gördüyünüz QR koda oxudaraq elə eyni link açılacaq, fərqi yoxdur. Siz bu link vasitəsilə keçid edib öz işlərinizi yükləyə bilərsiniz. Və növbəti görüşümüz isə iyulun 14-ü saat 15:00-da rəqəmsal təhlükəsizlik qaydalarına aid hazırlanmış mövzuya həsr olunacaq və 4-cü dərsimiz baş tutacaq. Hər birinizi yenidən orada görmək bizə çox xoş olacaq. O da həmçinin çox maraqlı bir mövzudur, çox öyrədici və faydalı olacağına inanırıq. Bu məzuniyyət günlərində öyrənmə həvəsinizin olması bizi daha çox sevindirir. Yeni tədris ilində hər birinizə uğurlar arzulayıram. İnanıram ki, buradan öyrəndikləriniz sizə fayda verəcək və siz öz dərslərinizdə bunları istifadə edəcəksiniz. Təkrar qeyd etmək istəyirəm ki, bizi sosial şəbəkələrdə izləməyi unutmayın. Rəqəmsal Yay Məktəbinin sosial şəbəkələrini izləyin ki, növbəti dərslərin linkini oradan əldə edə biləsiniz. Həmçinin video görüntülər görüş bitdikdən sonra mütəmadi olaraq sırayla YouTube platformasına yüklənəcək. Hər birinizə təşəkkür edirəm. Buyurun İlahi xanım. Çox sağ olun, dəyərli zamanınızı ayırıb bizə qoşulduğunuz üçün, bizə dəstək olduğunuz üçün, təlimimizi daha maraqlı etdiyiniz üçün sizə təşəkkür edirik. Mən də Elmira xanımın sözünə qüvvət olaraq demək istəyirəm ki, Facebook səhifəsində Rəqəmsal Məktəbin səhifəsini izləyin. Rəqəmsal Məktəb səhifəsində sizi narahat edən sualları postların altında verə bilərsiniz. Bacardığımız qədər komandanın üzvləri o suallara cavab verməyə çalışacağıq. Çox sağ olun, var olun, gələn görüşlərə qədər. Çox sağ olun İlahi xanım. Sağ olun əziz həmkarlar. Sağ olun.